Bizdə çalışırlar ki, investorları yönləndirələr. Məsələn deyirəm də, çox sadə və aydın izah olsun deyirəm. Yəni həqiqət payı yoxdur burada. Sadəcə misal olaraq. Məsələn, deyirlər investorlara get Gədəbəydə kartof ək. Çünki Gədəbəyin kartofu yaxşıdır. Sən onu deyə bilməzsən. Onu deyə bilməzsən, o özü qərar verməz. Yəni sən desən ki, kartof ək deyəcək mənə maraqlı deyil. Elə bir şərait yaranmalıdır ki, özü qərar versin ki, bu nə işlə məşğul olacaq. Dövlət sadəcə onun başını sığallanmalıdır və problemlərini həll etməlidir. Amma bizdə nə baş verir? Əsasən də yerli icra hakimiyyətləri hansısa bir biznes orada fəaliyyət göstərir, biraz uğur qazanırsa, gəlir qapısını döyür. Gəlir qapısını döyür ki, nə var, nə yox. Deməli, kömək eləyib. Deyir, mənim ərazimdə işləyirsən də, necə işləmək fikrin var sənin bundan sonra? Nə qədər elə bizneslər bağlanır, nə qədər elə restoranlar, kafelər, otellər bağlanır rayonlar. Yəni, icra hakimiyyəti olduğuna görə həm də belə rahat davrana bilir. Seçilmiş olsa, sabah cəmaət tutub onun özləri, orada işləyənlər, məsələn 50 nəfər işləyirsə, gedib evinin qapısını sındıracaq, qapısını döyəcək. Neynirsən? Bizim çörəyimizlə niyə oynayırsan? Sabah sənə səs verməyəcək, sabah səni seçməyə imkan verməyəcək. Bax, bu məsələlər idarəetmədə yaranmış o disbalans və problemlər investisiyalar üçün də problem yaradır və heç də təsadüfi deyil ki, bütün investisiya imkanları, fürsətləri Bakı Abşerona cəmlədir. Bakı Abşerondadır. Sonra da hamımız şikayət edirik ki, Bakı yaşanılmaz hala gəlir. Çünki investisiya imkanları, iqtisadi imkanlar buradadır. Nə qədər qəribə səslənsə də Bakı bölgələrə nisbətən daha azdır. Yəni Bakının rayonlarının icra hakimiyyətlərinin səlahiyyəti rayon icra hakimiyyətlərinin səlahiyyətləri qədər deyil. Çünki Bakıda mərkəzi hökumət orqanları da var da, birindən gedib o birisinə şikayət eləmək olur. Amma o birisi deyir ki, buranın ağası mənəm, mən buradayam. Mən buradayamsa mən qərar verirəm. Bax, bu mənəmlik yığışdırılmalıdır ki, investor gəlsin, inansın, pul qoysun.